Gəlin veteran futbolçu Elşən Qəmbərovun Azərbaycan futbolu barədəki fikirlərinə qısaca nəzər salaq. Bilirsiniz, Qəmbərov indi ABŞ-da yaşayır, orada böyük bir futbol akademiyası var. Və o, okeanın o tayından bizim futbola baxanda bəlkə də bizim görmədiklərimizi görür. Birincisi, uşaq futbolundakı o kəskin fərq. Təsəvvür edin, bir yanda Qəmbərovun Amerikadakı akademiyası. 500-dən çox uşaq, müasir şərait, maliyyə dəstəyi, o biri yanda isə bizim istedadlı uşaqlar. Pulsuzluqdan, bərbad meydançalardan futbola atırlar. Yəni, problem kökündədir, uşaq futboluna pul qoyulmur. İkincisi, karyerasında əldən gedən o böyük fürsət. Deməli, 90-cı illərdə o, Vidadi Rızayevlə birlikdə İngiltərənin Sheffield Wednesday klubuna keçə bilərmiş. Ancaq o vaxtki rəhbərlik Fuad Musayev bu transferə imkan verməyib. Bu təkcə bir şans itkisi deyil, həmin dövrdə sistemin oyunçuların qabağını necə kəsdiyini göstərir. Və nəhayət Qarabağ məsələsi. Onların uğrunun sirri nədir? Qəmbərovun fikrincə cavab çox sadədir. Qurban Qurbanovun sistemi. Təvazökarlıq, komanda ruhu və halal iş. Bax, bu, böyük büdcəsi olan, amma sistem qura bilməyən Neftçi kimi klublar üçün bir dərsdir əslində. İlkin olaraq Qəmbərovun mesajı bəllidir. İstedadımız var, amma sistem və uşaq futboluna sərmayə olmasa, bu potensial sadəcə kağız üzərində qalacaq.